Salam dostlar, bugün sizlerle birlikte yeni Hill Clip Racing videosuna hoş gelmişsiniz. Yani bu günden itibaren Hill Clip Racing bir videosu çəkməyəcəm. Yani artık müəyyən bir səbəblərə görə çəkməyəcəm. Yani çünkü onun pul qazancını azaldıblar, eləmi? Ona görə də çəkə bilmirəm. Yəni siz bunun oyunda hiss eləmirsiniz, amma mən hiss eləyirəm. Başqa xəritələrdə daha artıq pul qazana bilmirəm və pul qazanmayanda da yəni video çox sıxıcı olar. Mesela yeni bir iskelet kazandık. Diyelim bunu da değişik, ilk oyunumuzu buradan oynayaq. V6 motorumuz da var. Yani bugün ancaq belə maşınlardan sürəcəm də yəni. Eskidək bunu bir təkər taxaq. Uzay var, çamur var. Uzay var, bunu taxaq. Buna da bunu tax yenə. Taxaq. V6 motor pisdir. Buna uyğundur. Dizel 6 taxaq. Başlayaq. Eğer hansı oyun videosunu çəkmək istəyirsinizsə, şərhlərdə qeyd edə bilərsiniz. Uzay təkəri yəqin ay təkəri üçün yaxşıdır. Çünki adı üstündə uzay. Yəni ayda Marsda daha qəşəng olar yəqin ki. Yəni əgər çox istəsiniz, yəni Hill Clip Racing-i çəkməmi, onu da çox belə ara bir də, məsələn həftədə bir dəfə çəkə bilərəm. Yəni əgər çox istəsəz yorumlara qeyd edə bilərsiniz və qeyd edə bilərsiniz. Mən də həftədə bir dəfə çəkərəm bu oyunu, ya da həftədə 2 dəfə, dəqiq bilmirəm. Neyse biz oyunumuza baxaq. Hiç buradan da çıkabilmiş. Biraz ehtiyat hisseleri alsak belki çıkar. Rahat. Ben kazançları nətər deyirəm. Yəni bu uçub eləyəndə var. Məsələn belə havada kalma süresi var. Öldü. Tam deyərkən öldüm. Havada kalma süresi var. Onu deyirəm. Yəni o pulu daha da çox az verirlər. Ona görə deyirəm. En sonuncu aldığımız maşınla da otoban xəritəsinə girək. Görək nətərdir. Süspansiyon vermək lazım bu maşına. Süspansiyon. Çünki belə çox ora-bura deyir ona görə. Amma yenə də yaxşı maşındır. Görürsünüz orada burada aşırı eləyir. Görürsünüz havadakı sürən artırıblar. Bu məsələn minə ya da qalxırdı, indi 10-15 olur. Görürsünüz. Yəni buna görə müəyyən səbəblərdən pul yəni az qazana bilərəm və yeni maşınlar ala bilməyəcəm. Məsələn, mən ancaq çəkə bilsəm, eləmi? Ancaq çəkərəm, nə bilim, maşınlarla belə ancaq xəritələrdə oynadığımı çəkə bilərəm. Yəni bu da sizin üçün çox sıxıcı olacaq, ona görə ki istəmirəm. Yəni əgər çox istəsəz, həftədə bir dəfə, 2 dəfə çəkə bilərəm, yəni problem deyil. Çünki mən bu oyunu gündə çəkmək üçün, yəni bütün günü bu oyunu oynamalıyım da. Hiç oynamamışam. Məncə bu otoban xəritəsindən maşınla oynamamışam. Benzini çox içirir. Keçən videoda dediyim kimi. Çıx. Yenə reklam gəldi. Neyse, reklamlardan nifrət eləyirəm. Yarışma kamyonu ilə girək bir acemi birliyinə. Görək necədir. Adı üstündə yarışma kamyonu, yəni bu xəritədə qəşəng olmalıdır. Yəni oyunun ən sevdiyim maşınlardan biridir. Uç. O süspansiyonları yaxşıdır, çünki ancaq buna dəli kimi süspansiyon vermişəm, ona görə qəşəngdir.
Hələ daha da çox artırsam daha da qəşəng olar. Yallah. Uçduq. Hər xəritədə belə arxa planı olsa, məsələn sezonlar xəritəsi kimi belə arxa planı olsa çox qəşəng olur. Təkərlər keçdiyi daha bizi narahat eləməyəcəklər. Belə arxa planı olsa məncə daha qəşəng olar. O Hill Clip Racing 2-də kimi. Get. Yəni istəsəz bəlkə də videonun sonunda bir dənə də 200 elmasla sandıq ala bilərəm. Çünki pulum çatır yəni. Çıx. Ay çıxdı. Çıxdı. Uçduq. Ay niyə dala gedirsən ay? Mal diyorlar bu. Öl boynun da kırılsın. Boynun da kırıldı üstüne üstlük. Hem uçursun hem boynun kırıldı. Yani alkışlamak olar seni. Ben başından bir oyunda oynayayım mesela. Yani bu maçın öz xəritəsində oynayır. Öz doğma öz xəritəsi. Öz kəndində. Bu harita en çok sevdiğim haritalardan biridir. Çünkü atmosferi grafikası daha çok qəşəngdir. Gördüğünüz şansa baxın. Atmosferik grafikası çox haritadan daha üstündür. Ona göre bu haritanı çok sevirəm. Sevməyimin də səbəbi də budur. Bataqlığa oxşayır. Ateşsi. Heç şarkı da qırılmadı. Uç. Bu daşlar maşını yavaşladırıyor çok. Adama çok mani olur. Bu daşları bura kim koyuyor? Uduzluqda bu daşlar kim bura koyur? Bununla girək oynayaq. Yəni rastgele çəkə bilərəm də. Yəni həmişə belə video çəkə bilərəm əslində. Yəni gün-gündən çəkə bilərəm. Amma bu da sizin üçün çox sıxıcı olacaq da. Görürsünüz, burada daşları hiss eləmirik də. Uç. Qəşəng gedir bu. Onca çox xoşum gəlir də maşını. Çox yaxşıdır. Eğer bu yəni də uçanda da çox qəşəng fliplərdən belə 1000 pul verib eləsə, onda da çəkə bilərəm. Yəni Hill Clip Racing. Problem yoxdur. Ay çıx da buradan da. Həmişə buradan ilişirəm ya. Ay çıx. Yukarı. Şu çocuğu çeşdik. Bir ihtimal çeşdik. O burada. Ay. Malsan qaqa. Niyə belə hərəkət edirsən? Bacırdı. Uduzluq burada da. Başka ne var ne yok. İlk bununla hara girə bilərəm. Bununla sezonlara girmək istəyirəm. Görək nətərdir. Şöyle uç. Maşın çok yavaş gedir axı. Maşın en zəif maşınlardandır. Onca çok da sevmirəm maşını. Ama full upgrade versəm, full ehtiyat hissələr etsəm, yaxşı ola bilər. Öldük. Yani sonuncu videonun şərəfinə bir sandıq açmaq istəyirəm. Sandıq. Burada da 1000 altın verib. Əvvəl 2000 altın idi, indi 1000 altındır. Açaq biraz nə bilim 200'lükdən görək nə verir. Hill Climber, Çamur, bir efsanevdən 7'dan verərdi, epikdən 7'dan, sıralı 4,
Yine bu. Eyni şey verməkdən bezmir. Sıralı altı. Yaş arabası qəşəng. Belə. Bir dənə də 60'lıqdan Allah görək nə verir. Sıralı 4. Dizel 4. Hill Climber. Çamur. Çakıl. Sokak. İşte. Yani bu kadar. Yani bu da gördüğünüz Hill Climber Racenc'in son videosudur. Yani özünüzdən müvayət olun. Yəni şərhlərdə də qeyd edə bilərsiniz ki, əgər bu oyunu çox sevirsinizsə, şərhlərdə bildirin ki, bu oyunu çək, yan. Həftədə 2 dəfə çəkə bilərəm. Çünki gündən çəksəm mən gün boyu yəni bu oyunu oynamalıyam. Yəni gündə yeni maşın almaq üçün. Nəysə dostlar, video belə idi. Sağ olun, salamat qalın.